Salam, hər vaxtınız xeyir olsun. Bugün 16 iyul tarixində keçirilən MİQ imtahan suallarına baxacağıq. Sağ olsun müəllimə tərtib eləyibdi. Amma ola bilər ki, yəni suallarda fərqlilik olsun da, çünki yaddaşlarda qalan sual tam olaraq eyni olmaya bilər. Birinci sualdan başlayırıq. Ağqoyunlu Həsən Padşah, Qaraqoyunlu Qara Yusif. Mərkəzləşmiş dövlət yarada bilmədiyi səbəbi. Bunu həmişə demişik, həm də kitab cümləsidir. Soyurqal torpaqların paylanması, çünki dövlət torpaq fonunun, yəni orada olan torpaqların sayının azalmasına səbəb olurdu. Bir usta köçəri elatlara nəzarət mümkün deyildi. Bu səbəbdən bu da mərkəzləşməyə mane olurdu. Yəni 2 və 3 düzgün cavabdır. A da var, Y də var. 2 cavab da götürülür. AXC dövründə görülən tədbirlər Latin əlifbasının keçirilməsi ilə bağlı qanun qəbul olunmadı. Bu səhvdir. Sadəcə layihəsi bəyan edilir, icrası işğalla əlaqədar yerinə yetirilmədi. Bu getdi. Dövlət teatrı var idi, bəli. Hətta Nadir Şah faciəsi orada tamaşaya qoyulmuşdu. Vicdan azadlığı ilə bağlı dekret bu AXC yox, Azərbaycan SSR-dəki Müvəqqəti İnqilab Komitəsinə aiddir. Yəni bu aid deyil. Tədqiq Tərəqqi Cəmiyyəti buna aid deyil. Əslində orada Azərbaycanı öyrənən cəmiyyət yazmışdı. AXC-dəki amma müsəlman şərqini öyrənən cəmiyyətdir. Hər halda ki, 4 yenə də səhvdir. Müəllimlərin sosial vəziyyətinin yaxşılaşması ilə bağlı tədbirdəki həmçinin AXC-yə aid. Cavabımız oldu 2, 5, B variantı. Sultan 3-cü Əhməd, Sultan 3-cü Səlim. Yeniçəri üsyanı nəticəsində Haşimiyyətdən getdimi? Getdi, ikisi də var. Demişik ki, 3-cü Əhməd 1730-da İbrahim Paşa ilə bərabər gedirlər. Sultan 3-cü Səlimdəki 1807-ci ildə Yeniçəri üsyanında yatırmaqda, yəni qətiyyətsizlik göstərdiyinə görə hakimiyyətdən kənarlaşdırılır. İngiltərə, Avstriya, Fransa səhvlikdə isə Səlimdə avtomatik cavabımız oldu B. Daha sonra Azərbaycanın böyük hissəsi Osmanlı tərəfindən işğalı, bəli. Bu İstanbuldur, 1724. Cənubi Qafqaz, Xəzəryanı ərazilərə qədər olan hissə Osmanlıdaydı, Xəzəryanı bölgələr Rusdaydı. 24 Dəssamdan bu hər iki dövlət tərəfindən təsdiqlənmişdi. Avstriya və Rusiyaya qarşı mübarizələr aparılması. Bu da oxşardır, bunu da oxşara götürürük. Nə cəhətdən? Sultan 3-cü Əhməd demişik 1711-ci ildə Prut sülhü olur. Orada Rusiya qələbə salmışdı Rusiya üzərində. Həmin qələbədən ruhlanır, müqəddəs birliyin digər üzvləri olan Avstriya Venesiyanı müharibəyə başlayır. Amma Balkanlarda ərazilər itirir, yəni orada məğlub olur. Bu belə getdi. 3-cü Səlimdəki məlum məsələdir. 89-da hakimiyyətə gələndə hələ 87 Rusiyanın Osmanlı arasında müharibə gedirdi. Avstriyanı düzdür məğlub eləyir, onunla sülh bağlayır 89-da. Amma Rusiya məğlub olacaq və yazısını imzalayacaq. Yəni oxşardır. Xəzəryanı ərazilərinin Rusiya tərəfindən işğalı tanınıb. Bu da ki, 3-cü Əhmədin hakimiyyət dövrünə aiddir. Bayaq da qeyd elədi, İstanbul müqaviləsindən götürmək olar. 4-cü sual. 16-cı sonlarında dini siyasi dəyişiklik nəticəsində hansı Qərbi Avropa ölkəsinə yeni sülalə gəldi? Burbonlardan söhbət gedir də Fransada aid 1594-cü ilə aid idi. Qalan 2 böyük, daha doğrusu İngiltərə deyirik, 1707-dən çünki Britaniya adlanacaq, Böyük Britaniya. 3 Almaniyadır, 5 İtaliyadır, 4 də Fransadır. Gələk zaman oxu, xronoloji ardıcıllıq qeyd eləyin. Xocalı Memorial abidə kompleksi bildirici 24-cü ilə aiddir. Sonra Laçın və Füzuliyə ilk aylar 23 may ayında Laçında idi, avqust ayında Füzulidə idi. Zəncilanda Beynəlxalq Hava Limanı 22 oktyabr aydı və Şərqi Zəngəzur iqtisadi rayonundakı 21-ci ilə aiddir. Deməli, ardıcıllıq normal necə xronoloji ardıcıllıq qoyuruq? 4-dür, 3-dür, 2-də 1-dir, düzdürmü? Buna gətirik, oxun üzərində qoyacağız da 4-dür, 3-dür, 2-dir, 1-dir və salam. Belə də baxanda 1-ə D, 2-yə C, 3-ə B, 4-ə A. Cavabımız hansı oldu? Cavabımız oldu B variantı. 1-də 2C, 3B, 4-də A, düz B. Manna hökmdarı Aşiyan dövrünə aid olanları müəyyən eləyin. Asur sərhəd qalalarının Mannalılar tərəfindən tutulması, bəli, Aşiyan dövrünə aiddir. Hətta bu səbəbdən, asılıqdan çıxması daha doğrusu müttəfiqlik səbəbindən çıxmasına görə Aşurbanipal 650-ci ildə yürüş eləyəcək. Üsyanlar baş verdi, düzdür, Aşurmeyli qüvvələrin üsyanı nəticəsində Aşur elə orada öldürüləcək. Bu da var. Midiya Babilə qarşı Assuriyanın ittifaq yaratması, bu ona aid deyil. Urartun təşkili ilə üsyan. Urartu artıq 714-cü ildən öz ərazisindən kənara çıxa bilmirdi, yəni bu səhvdir. İttifaqın bərpası da ki, o aliyə aid. Cavabımız oldu 1-2, C variantı. 7-ci sual. Heydər Əliyevin prezidentliyinin sosial iqtisadi islahatlarının ilk mərhələsi. Bax, sosial iqtisadi olmalıdır və ilk mərhələsi olmalıdır. Yəni söhbət 93-dən 97-dən gedir, düzdür? Neft mədənlərinin özəlləşməsinə başlanması belə bir şey yoxdur. Bazar iqtisadiyyatının və dünya iqtisadiyyatının inteqrasiyanın əsasları bəli var, yaradıldı dediyinə görə götürdük. Konstitusiyada isə başdan çıxacaq siyasədir. Bizə sosial-iqtisadi lazımdır. Yerli idarəetmə orqanları bələdiyyə misal 99-dur, amma ikincidir. İkinci, yəni saatları sayılır o. Neft fondu da həmçinin 99-dur, bu da sosial-iqtisadi saatların ikinci mərhələsinə daxildir.
8-ci sualda deyir səbəblərin 16-cı əsrin son rübündən fərqli olaraq 18-in ilk rübü. 16-cın son rübündən vaxtı 1578, 1576, 1600 daxil. 18-in ilk rübü 1701, 1725 daxil, düzdürmü? Şamaxının ruslar tərəfindən tutulması, Rus nə burada nə gəzirdi? Rus uzağı ticarət cəhətdən gəlib gedə bilərdi. 1722-yə qədər Rusun işğalçı cəhətdən adını çəkənmərik. Ərdəbilin Osmanlı tərəfindən tutulması, bəli, bu düzgün cavabdır və maraqlı sualdır. Demişik ki, nə demişik? 1593-cü ildə Abbas, Ərdəbil, Zəncan, Qəzvin, Lənkəran, Qaradağ bu kimi ərazilərdən ibarət Azərbaycan bəylərbəyliyi yaradılmışdı. Həmin bəylərbəylik Səfəvlərdə qalmışdı. Qalan Cənubi Qafqaz əraziləri zadı da, yəni o hissələr keçmişlərdi Osmanlı əlinə. Amma yəni Ərdəbil bizdə idi, düzdür 16-cın son rübündə. Amma 18-in ilk rübündə 1725 misal sonlarına doğru nə dedik? Osmanlı Ərdəbilini tutdu dedik. Hətta bu cəhətdən İstanbulda atəşfəşanlıq da keçirilmişdi. Yəni 16-cın son rübündən fərqli olaraq 18-in ilk rübündə Ərdəbil bizdə deyildi. Cavabımız elə B variantı idi. Osmanlı idarəsinin qurulması. Osmanlı idarəsi ikisində də var, oxşardı. Osmanlı dövləti ilə müqavilə 18-in ilk rübündə nə müqaviləsi var? Səfəvi hökmdarının ruslarla imzalı müqaviləni təsdiq etməsi əgər Peterburqu nəzərdə tutursa, orada təsdiq etməmişdi. Xilafət dövrünə aid cümə məscididir. Uyğunluğu deyir də. Cümə məscidi Şamaxıda idi, yəni 5, 8-ci əsrə aiddir. Ağoğlan Laçındadır, yəni 1, Amaras Xocavənddədir, yəni 4, Çıraqqala Şabrandadır 3, Covrğalda Ağdamda idi, yəni 2. Hesab. Cavabımız nə olacaq? 1B, 2E, 3D, 4C, 5A. B variantı. 10-cu sualda paleolitdən fərqli olaraq mezolit, neolit, eneolit. Sadə dini alimlər ilk dəfə deyirsə avtomatik çıxacaq. Çünki paleolitdə də hər şeyin içi bu getdi. Hər şeyin içi deyəndə, yəni bu sahədə dini alimlər zadlar, incə sənət də deyə bilər ilk dəfə zad. Bunlar paleolitdədir. Oturaq həyata keçməsi neoliti bu da getdi. Mikrolit deyirsə mezolit demişik. Cavab C düzdür. İçində paleolitdən fərqli olaraq neolit. İnsanlar daş alətləri cızalamağa, deşməyə, bunlar düzdür, neolitə aiddir. Yəni A götürdük. Vulkanik daş alətlərdən istifadə oxşardı, ikisində də var. Yeni təsərrüfat sahələrinin meydana gəlməsi düzdür, neolitdə, toxuculuq, dulusuluk, cil qabların istehsalı, saxsı qabların istehsalı, bunların hamısı neolitdə var. Eneolit dövrü evlər düzbucaqlı dairə formunda paleolitdən fərqli idi, bəli, düzbucaqlı dairəvi. Dini alimlərin keçirməsi üçün ovsunlar və totemlər qayə üstəsilər. Demişik ki, totem varsa ikisində də var. Amma ovsun yanında gedirsə artıq bu eneolitə aiddir. Yəni B götürdüm. Daş alətlərdən istifadə bu da oxşardı, bu da getdi. 1-ə C, 2-yə A, C, 3-ə də B, yəni cavabımız oldu A variantı. 11-də Artabaz və Ariyabarzan qeyd edilir. 1-ci əsrin 30-cu illərində hakimiyyətdə olması bu hər ikisində də bağışlayın. 1-ci əsrin 30-cu illərdə isə Artabaza aiddir. Roma imperiyası ilə müttəfiqlik. Əslində burada Roma ilə müttəfiqlik sadəcə yazırdı. 1-ə B götürmüşdü. Oxşarı B götürmüşdü daha doğrusu. 1-ci əsrin 20-lərində hakimiyyətdə olması Ariyabarzana aiddir. Eradan əvvəl 20-ci ildə hakimiyyətə gələcək. Parfiya ilə birlikdə Romaya qarşı mübarizə aparması bu təbii ki Artabazda aiddir. Selevkilərə qarşı mübarizə Artabazdan da bunların heç birinə aid deyil. 1-ə A, D, 2-yə C, 3-ə də B, yəni cavabımız oldu A variantı. İncidə Vilayət hökmdarı Qazan xanın hakimiyyət dövrünə aid olanları qeyd ediləndir. Qazan xan hakimiyyətdə nə vaxt oldu? 1295-də Qarabağda padşah elan olunur. 1304-ə qədər də hakimiyyətdə olur, düzdürmü? İngiltərənin Azaqlar xartiyası bu 1215-ə aiddir, yəni buna düşmədi. Fransanın bütün təbəqələrinin köməyini almaq üçün orqan, yəni başladılar. Bu 1302-də çağırılır və tərcümədə düşdü. Qızılorda Cuci ulusunun hakimiyyətinin sonu 1359-dadır. Bunun dövrünə düşmür. Xilafət tərəfindən Əlaəddin Xələcin rəsmi sultan elan olunması, bu da Xələc yox, el tutmuş idi. Bu da beləcə. Cavabımız oldu yalnız 2A variantı. 3-də Cənubi Azərbaycan tarixinə aid uyğunluğu qeyd eləyin. 5-11 deyirsə Məşrutə, 17-20 Xiyabanı. İlk vaxtlar dinc deyirsə bu kitab cümləsində Pişəvəri. Məşrutə hərəkat dövrünün ilk dövrlərində dediyi hərəkat dinc etiraz xarakteri daşıyırdı. Yəni A düzdür. Şah konstitusiyanın əlavələri ilə bir yerdə imzaladı 1906 dekabrındaydı, yəni var. İcra edici yox, qanun verici idi əncümən. 17-20 Milli Məclisə seçkilər keçirildi Milli Məclisə. Bu düzgündürmü? Yox, düzgün deyil. Niyə düzgün deyil? Çünki bu daha çox Pişəvəri ilə əlaqəlidir. Seçkilər keçirilmədi də, yəni. 1920-ci ildə üsyan silahlı xarakter almağa başladı. O deputatların həbsi ilə zad əlaqəli idi. B düzgündür. Milli Bank yaradıldı, səhvdir. Milli Bankın yaradılması planlaşdırıldı. Amma artıq üsyanın yatırılması buna imkan vermir. 1-ə A, B, 2-ə də sadəcə B. Cavabımız oldu B variantı. 19-un ikinci yarısı əlvan metallurgiyadan fərqli olaraq neft və pambığı soruşur. Yerli kapitala əsasən fəaliyyət göstərirdi neft.
Neft niyə yerli kapital, xarici kapital nə gəzirdi? Daha doğrusu hardaydı? A səhvdir yəni. Yerli burjuaziya xarici burjuaziya ilə rəqabət aparırdı. Bu düzgün də. Metallurgiyadan fərqli olaraq neftdə yerli burjuaziyada rəqabət aparırdı. Məsəl üçün Tağıyev var, Nağıyev, Şəmsə Əsədlayev, Murtza Muxtarov. Bunlar xaricilərlə rəqabəti var idi. Metallurgiyada da deyə bilərik. Məsəl üçün 55-ci ildə Gədəbəydə da yəni o metallurgiya zavodunu yerlər yaratmışdı. Amma 65-də Almaniya gəlib tutub əlindən alanda hər hansı bir rəqabətdən danışılmadı. Ona görə bu səhvdir. Dəmir yolları vasitəsilə daşınma ikisinə də aiddir. Bu neftdə də var, metallurgiyada da. Misal üçün Almanların Siemens qardaşından danışmışıq ki, mədənlərlə zavodları birləşdirən dəmir yolları xətti astırmışdı. Oxşar da, yəni birə sadəcə o da. Pambıq. Xarici kapital əsasında fəaliyyət göstərməsi. Birə A deyili, bağışlayın. Bizə deyik ki, bura nə dedik? Yerli kapital əsasının fəaliyyət dedik, yox. Birə B dedik, B. Birə sadəcə B dedik, bu da dedik, oxşarda getdi. Pambıq. Metallurgiyadan fərqli olaraq 19-cu ikinci yarısı pambıq. Xarici kapital əsasına fəaliyyət yox, əsasən milli burjuaziya əsasındaydı. Dedik ki, pambıqdır, toxudur, balıqdır. Bu sahələr ən çox milli burjuaziya kapital qoyurdu. ABC-də vətəndaş müharibəsindən sonra inkişafına şərait yaranacaq. Düzdür, hətta rüsumzad da qoyacaq. Bu da inkişafına şərait yaratmışdı. Tağıyevin inkişafı üçün addımlar atması, bayaq da qeyd elədik ki, ən çox yüngül sahələrə kapital qoymuşlar. Deməli, 1-ə B, 2-ə B və C cavabımız oldu A variantı. Almaniya Federativ Respublikası Konrad Adenauer, Willy Brandt, Helmut Kohl 1940-cı illərin ikinci yarısında NATO və BMT-yə üzv qəbul olunması bu səhvdir, buna aid deyil. İqtisadi böhran təhdidlər ölkəni bürümüşdü, doğrudur. Hakimiyyətin sonlarına yaxın bu olacaq. Hərbi xərclərin azalması iqtisadi inkişafa səbəb olacaq, hə. Sahibkarların kitab cümləsindən yanıdır. Willy Brandt sahibkarların fəaliyyətinə dövlət nəzarəti güzəndirildi, doğrudur, yazıbdı onda. Şərqi Avropada müharibədən sonrakı sərhədlər tanındı, yeni şərq siyasətindən söhbət gedir, düzdür. AFR-nin AYB daxil olmazsa, AYB 57-də daxil olur, elə Willy Brandtın özü 69 hakimiyyət edəcək, bu da səhvdir. Helmut Kohl, ADR-AFR dövlətlər arasında münasibətlər yaranmağa başlanması elə Willy Brandt idi, bu səhvdir. Amma iqtisadi kömək göstərib ADR-yə. Qərb elinin status məsələsindən razılığa gəlinməsi, bu da yenə də Willy Brandtın hakimiyyət dövrünə aiddir. Biri oldu. Deməli, biri oldu BC, 2 oldu A, 3 də B variantı, yəni A. Aşağıdakılardan hansının yerində isə xronoloji alınlar. Müsəlman məktəbləri Şuşada 49 demişik. Üsul Cəd Şamaxda 69 dedik. Xalq məktəbləri Şimali Azərbaycanda 73. Hələ ki ardıcıl Cəldə düzdür 49, 69, 74. Amma arxası dəyişəcək. Çünki Bakı müəllimlər seminariyası 16-dadır. Pansion tipli məktəb 1601-dədir. Yəni 16 ilə birin yerini dəyişməliyik. 4 ilə 5 dəyişsə cavabımız olacaq A variantı. 1940-ların ikinci yarısından etibarən Türkiyədə baş verən daxili iqtisadi, siyasi sahələrdə islahatlar həyata keçirildi. Aşağıdakı qeyd olunan cavablardan hansı uyğun olar? Diqqətli oluruq. İkinci yarısında daxili iqtisadi, siyasi islahatlar həyata keçirilir. Əslində tam olaraq belə deyildi. Bura qədər düz gətirir. Ardından deyir ki, siyasi sahədə olan tədbirlərin soruşurdu. Konstitusiya deyirsə 40-ın ikinci yarısından nə konstitusiyası var? 24-də var, 61-də var. İcra edici hakimiyyətin sahələrini özə genişləndirməsi. Elə 61-də məhdudlaşdırılacaq. 40-ın ikinci yarısında da elə bir cümlə işlədilmir. Hökumətin bölüşdürülməsi 61-dədir. Siyasi partiyaların yaradılmasına bəli icazə verilmişdi. Artıq bu İsmətin dövründədir də bu. Siyasi partiyalara icazə verir. Hətta Demokrat Partiyası da buna nümunədir. Yalnız 4 cavabımız oldu A variantı. 1612-də İstanbul müqaviləsinə əsasən Səfəvilərə hansı ərazilər qaytarılmışdır? Demişik ki, 1590-cı illərdə Qərbi İrandır, Şərqi Gürcüstan, Qərbi Gürcüstan hamısı yəni Osmanlıdaydı da, düzdürmü? 1612-də amma Amasya müqaviləsinin şərtləri 2-ci İstanbulda, yəni Sərabda təkrar təsdiqlənəcək. Yəni Şərqi Gürcüstandır, o 1576-dan 90-a qədər tutulan bütün ərazilərdir. Bunun içində Şamaxı da var idi, həmçinin içi Küraz əraziləri də var idi ki, hamısı geri qaytarılacaq, cavab oldu A variantı. 19. AXC ilqindən, cinsindən, milli mənsubiyyətindən asılı olmayaraq öz ərazisindəki hər kəsə bərabərlik verir, deyir. 18-ci İstiqlaliyyət bəyannaməsindəki mətndən hansı nəticəyə gəlmək olar? AXC ərazisində yaşayan bütün vətəndaşlara öz ərazisində yaşamaq hüququ verir. Cümlə, yəni yazıb da onu. Qadınlara seçki hüququ, bərabərlik verirsə qadın niyə almasın ki? Bu da var. Liberal deyirsə azadlıq deməkdir bu. Demokratik dəyərlər əsasından formada idarə olunur, doğrudur. Dini siyasi hüquq digərindən üstün tutulurdu. Burada belə bir şey yazmır, səhv deyir. AXC yalnız müsəlmanlar deyirsə, yəni parlament nə cünə gəlmişdi onda, orada misal üçün deyirik ki, bütün millətlər təmsil olunurdu parlamentdə. Yəni bu da səhvdir. Cavabımız oldu 1-2-3 A variantı. 1689 İngiltərədə qəbul olunan hüquqlar haqqında bilə aid deyil. Diqqətli oluruq.
Kral parlamentin icazəsi olmadan oradan istifadə edə bilməzdi. Düz deyir. Cümlə yazıb kitabda da. İngiltərədə parlamentlə monarxiya ləğv yox, əksinə yaradılmışdı. Parlamentsiz vergi qanunları qəbul edə bilməzdi əksinə. İngiltərədə parlamentlə monarxiya da çevrilmişdir. Aid olmayan soru cavabımız 2-də 3-dür. A variantıdır. Sonra 21-ci sualda deyir, İngiltərə Fransaya qarşı İngiltərə Fransaya qarşı koalisiya müharibələrə qoşulandan bəri Fransa ilə müharibə aparırdı. Fransa ilə müharibə aparılması İngiltərə burjuaziyasının xeyrinə idi. Çünki həmin zaman müstəmləkə və dünya ticarətinin İngiltərənin əsas rəqibi Fransa idi. Verilənlər əsasında İngiltərənin iqtisadi vəziyyəti ilə bağlı hansı nəticəyə gəlmək olar? Borclar artdı, vergi çoxaldı. Müharibə varsa məlum məsələdir ki, bunlar olacaq da. Sənaye istehsalının həcminə görə dünya birinciliyini xeyli itirmədi. 19-un əvvəllərində yenə də ön sıralardaydı. Sənaye və ticarət inkişaf etmişdir. Düzdür. Bu əslində qitə blokadası Fransanın özünə qarşı çevrilmiş oldu. İngiltərə çünki müstəmləkələrdən əldə etdiyi gəlir hesabına həmin blokadadan çıxa bilmişdi. Yəni düzgün cavabdır. Fransa ilə ittifaq bağlamaq məcburiyyətinə qalmadı. Bu da səhvdir. Heç nə. Cavabımız oldu 1 və 3 A variantı. Xürrəmlər hərəkatına aid olanları deyir. 778-dən 837-yə qədər olan dövr Xürrəmlər hərəkatı dövrüdür. Qəznənlərin Xorasan, Xarəzm, Sistan, Əfqanistan bu bölgələri 10-cu əsrdə Samanilərin bölüşdürülməsi nəticəsində Qəznənlər tutub. Yəni bu onun dövrünə düşmür. Bu getdi. Bizans, Ostkot, Vestkotları 6-cı əsr Justinnan dövründə tutub, yenə də düşmədi. Qaraxanın paytaxtı Qaşqara köçürülməsi 942-dədir, yenə də 10-cu əsr buna düşmür. Xaqanların öldürülməsi nəticəsində Uyğur xaqanlığının zəifləməsi də ki var. Burada süqut demir. Süqut desə 843-ni götürmək olar. Hər halda ki, birdən dövlət zəifləmir ki, ondan bir 10 il əvvəl yavaş-yavaş bu hadisələr olur ki, zəifləyir. Qırğızlar da bundan istifadə edir. 842-də varlığına son qoyur. Cavabımız oldu yalnız 4 A variantı. 23. Məhəmməd Cahan Pəhləvandan fərqli olaraq Qızlarstan və Əbu Bəkirin dövrünü soruşuruq. Gözlər üzərinə hücum etməz. Məhəmməd Cahan Pəhləvan da bu belədir. Hətta orada bir mənbə yazır. Düzgün mənbələr düşmürmü ki? Belə bir şey yazır ki, Məhəmməd Cahan Pəhləvan Gürcülər üzərinə aramsız basqınların nəticəsində məcbur qaldı Gürcülər sülh bağladı. Ayağını bir dəfəlik dövlətin arasından kəsdi Cahan Pəhləvan. Yəni bu səhvdir. Həmədan döyüşünə Böyük Səlcuq dövləti yox, İraq Səlcuq sultanlığı olmalı idi. Qızlarstan özü ilə hakimiyyətə 1160-da gəlibsə, elə 1157-də də Böyük Səlcuq dövləti süqut edib görəməz axı. Şamaxıya yürüş edərək buranı tabe etməsi. Qızlarstan Şamaxıya yürüş edir və buranı yenidən tabe edir. Doğrudur. Birinci. Əbu Bəkir Cahan Pəhləvandan fərqli olaraq Həmədan döyüşü Əbu Bəkirə düşmür, Qızlarstana düşür. Xorasan Həmədan 1194-cü ildə Xarəzm şahları tərəfindən tutulmuşdu və Təbrizin ələ keçirilməsi təki ilə Cahan Pəhləvan özü Ağsunqurlərin əlindən almış Təbrizi. Bu səhvdir. Heç nə, cavabımız oldu C variantda 1-2 2-1. 20-ci əsrin əvvəllərində milli demokratik hərəkatda milli burjuaziyanın, ziyalıların fəal rol oynamasına səbəb olan amillər. Tam olaraq belə deyil sual. Deyirdi ki, orada Rusiyanın 20-ci əsrin əvvəllərində milli burjuaziya və ziyalılara güzəştə getməsinin səbəbi nə idi? Belə bir cümlə idi orada. Və orada da 2 ilə 4-ü götürmüşdük. Yəni ziyalıların partiya təşkilatlara dəstək olması, məcbur qaldı dəstək verdi. Milli şüurun oyanmasında da xüsusi rol oynayırdılar. Məcbur qaldı, yenə də dəstək verdi. 24-də olacaqdı A variantı ilə. 20-ci əsrin 20-ci illəri Şimali Azərbaycan, 20-in 40-ları Cənubi Azərbaycan oxşar cəhətləri soruşur. Milli hökumət təbii ki, süqut edəcək. AXC dövrü 1920 aprel ayı, 20-in 40-larında da ki, Cənubi Azərbaycanda məlum məsələdə 46-cı ilə süqut edəcək. Yeni konstitusiya 21-də Şimali Azərbaycanda olsa da Cənubda yox idi. İlk dəfə demokratik azadlıq elə AXC dövründə var, 18-də düşəcək o da yaranması ilə. 4 deyəsən tam dəqiq yerdə qalmayıb. 25-də oldu yalnız 1 A variantı. 9-11 feodal dövlətlərinə aid uyğunluğu müəyyən eləyin. Şəddadilərdən 3-cü fəsil Səlcuq qoşunlarının Gəncəni ələ keçirməsi. Bu düzgündür. 1188-ci ildə hücum eləyir. Öz sərkərdəsini Buğanətdə buracan üçün təyin eləyir. Sonraki dövrlərdə qalan ərazilərin şəddadilərini tutacaq deyir. Yəni bir düzdür. Salari hökmdarı İbrahim dövründə Şamaxı birləşdirilmir. Əksinə Şamaxıdır, yəni məziyyətlər, Dərbənd idi, Gəncə idi. Bunlar əldən çıxır. Məhəmməd İbn Əmsas yox, Yusif İbn Əmsas vergini dayandırır. Rəvayəti Vəhsudan yox, 8-ci əsrdə rəvayət əmrliyi yarandı. Vəhsudan ilə 10-cu əsrdə hakimiyyətdə idi. Rəvayət əmrliyi 8-ci əsrdə yarandı. Şirvanşah hökmdarı Mənçöhür yox, 1-ci Fərbi Üzüydü ki, Dərbənd əmrliyi Şirvanşahları 75-də birləşdirib. Yəni cavabımız yalnız 1 A variantı olacaq. Xəritəyə əsasən qeyd olunan xanlıqları soruşur, amma 18-in ikinci yarısına baxmalıyıq, diqqətli oluruq. Onlar o hadisə ona aiddir, amma o əsrə aid deyil. Şəki və Qoba xanlıqları arasında bölüşdürülmüşdü.
1767-ci ildən söhbət gedir də, bir Şamaxıdır. Bir də bunun ərazilərini tam olaraq yazaq. Şamaxı, Gəncə, bu da Xoy. Düzdürmü? Bir Şamaxının ərazisi 67-də Şəki və Quba arasında bölüşdürülmüş. Düzdür. Hüseyn xanla Qubalı Fətəli xan arasında. Rusiya ilə müqavilə imzalanması. Deməli, Rusiya ilə hər hansı müqaviləsindən danışırıqmı? Təbii ki, danışmırıq. Rusiyaya qarşı amma mübarizəsi olubdu. Çünki Zubov 1796-da gələndə orada həm Quba, həm Şamaxı ona qarşı mübarizə aparmışdı. Həm mübarizə aparmayan Gəncə və Bakı xanlarını da 97-ci ildə Ağa Məhəmməd Şah Qacar həbs elətdirmişdi. İkinci dəfə gələn momentdə. Yəni cavabımız oldu 1-ə A, C. 2-də 2 haradır? 2 Gəncədir. Deyir, əfşarlar tərəfindən əsas qoyulub. Səhv deyir. Əfşarlar nə cəzirdi? Ziyadoğullar idi. Osmanlı dövlətinin elçilər göndərməsi 52-nə götürə bilərik. Quruqobo, amma 19-cu əsrin əvvəllərində ona aid olsa belə. 3-dəki Xoydu. İrəvan Naxçıvan xanlıqlarının bir müddət özündən asılı salıb. Nitq demişdi də, düzdürmü? Naxçıvan, İrəvan, Təbriz, Qaradağ. Qarabağ xanlığını asılı hala salmışdı. Deməli, Qarabağ xanlığının yox təbii ki, əksinə Qarabağ onu asılı salar. Bir dəqiqə hara baxırdıq biz? Xoya baxırıq. Yox. Qarabağ Xoya asılı salmayıb. Sadəcə bölüşdürüb. Səhv dedim. Qaradağı bölüşdürmüşlər Xoy və Qarabağın birləşmiş qüvvələri. Nəysə, B ümumiyyətə aid deyil. Qacar tayfası tərəfindən yaradılmışdır. Xoy yox. Xoya aid belə bir şey yoxdur. Heç nə, cavabımız nə oldu? 1-ə oldu A, C, 2 oldu B, 3-ə də oldu A variantı. Yəni ilə A-ya cavab çatacaq. 19-cu əsrin əvvəllərində ABŞ-nin iqtisadi inkişafını xarakterizə edən amillər. Biz nəyə baxırıq? 28-ə baxırıq. 19-cu əsrin əvvəlləri diqqətli oluruq. ABŞ-nin iqtisadi inkişafını xarakterizə edən amillər nə idi? Amma əvvəlləri olmalı daha. Hər bir Amerikalıya cüzi torpaq sahəsinin verilməsi. Bu Hamsteklər haqqında qanundur, amma 19-un əvvəli yox, ikinci yarıdır. 1867 yəni. ABŞ-də vətəndaş müharibəsi həmçinin ikinci yarıya getdi. Əhalisinin çoxunun protestant olan şimalında sənətkarlığın ticarətin inkişafı düzdür da. Bu cənubdan fərqi idi ki, burada sənətkar ticarət inkişaf eləmişdi. Daha sonra Qaradərili Ağdərlilərə eyni hüquqlar yenə də ikinci yarıdır. Cənubda kölələrin hələ də qul əməyindən istifadə etməsi 19-un ikinci yarısına qədər bu belədir. Cavabımız oldu C variantı. 3 və 5. Düzlərə baxırdıq da. Diaqrama əsasən uyğunluğu müəyyənləşdirəcəyik. Paytaxtın qəbul olduğu dövr erdən əvvəl 4-cü əsrdən bizim İran 5-ci əsrinə qədər olan dövrdür. Bərdə olan dövr erdən əvvəl 5-ci əsrdən, yəni 2-ci Vaçen dövründən 705-ə qədər olan dövrdür. Amma bunu deməli Arşaki bir dəqiqə nəysə getmədi. Yaxşı, Arşaki nümayəndəsi tərəfindən idarə olması deməli hər ikisinin dövründə həm Qəbələ, həm də Bərdən dövründə Arşakilər oldu. Çünki demişik erdən əvvəl eramızın daha doğrusu 1-ci əsrindən eramızın 500 sonuna qədər hakimiyyətdə olubdu da, düzdürmü Arşakilər? Yəni hər ikisini görüb. Roma imperiyası ilə əlaqələrin saxlanılması. İmperiya deyirsə bu avtomatik birinciyə aid olacaq. Buna dedik A variantı oxşarlığa gedirdi. B 1-ə getdi. Çünki artıq Bərdə olan dövrdə ümumiyyətlə Romanı görə bilməz. Xəzər xaqanlıq deyirsə birinci olamaz. Xaqanlıq 7-ci əsrin 50-ci illərdəndir. Burada da Bərdən götürə bilərik. Yəni Cavanşirin dövrü. Bizans imperiyası ilə əlaqələrin yaradması yenə də Cavanşirin dövrü 654. Xəzərlərə qarşı Xəzərlərə qarşı Sasanlərlə ittifaqın yaradılması belə bir şey yox idi təbii ki. Cavabımız oldu elə Y variantı. B, C, D, A. B, C, D, A. Hə. Yaxşı, uyğunluğu müəyyən eləyin. Deyir, Albanların güclü ordusu, piyada qoşunları Romalılara üstün idi. Romalılardan. Bu səhvdir elə başdan. Çünki Albanlar Romalılardan süvari cəhətdən üstünlükdür. Pompey hərbi ilə işlətdi, qalib gəldi. Bu qanıq döyüşüdür. Amma dediyim kimi birinci hissə səhv olduğuna görə cavab getdi. 36-da Roma qoşunları hücum elədi. Albaniyanın paytaxtı Romalılar tərəfindən tutuldu. Paytaxt tutulmadı, sadəcə asala düşdü Albaniya və müttəfiq olacağını söz verdi. Albanların tabe olmaq istəməməsi, məsələn, Partisan hərəkatı 65-ci illərdə belə olub da, yəni öz sərkərdəsi Kanidinin gəlməsi amma 36-dadır. Yəni bunun əlaqəsi yoxdur. Kanidi gəndə asala düşür, amma tabe olmaq istəməsi o dövrlərdə götürə bilərdi. 65-də məsələn Partisan hərəkatı məcbur qalır Oroz, hədiyyələr zadlar göndərir, sülh bağlayırlar. Yəni bu da səhvdir. 1-in 30-larında Roma qoşunlarının hücumu. Zoberin Romalılara tabe olması və ittifaq yaratmaq məcburiyyətinə qalması 4 düzgün cavabdır. Cavabımız oldu ilə yalnız 4B variantı. German tayfalarının Roma imperiyasının ərazilərinin baskınları nəticəsində öz krallıqlarını yaratdılar və bu krallıqlar
da kral əhali tərəfindən seçilirdi. Lakin onların hakimiyyəti güclü deyildi. Deyir bax burada da. Kral Germanların adət-ənənələrinə qarşı gələrdisə əgər, o zaman yerinə yetirməlidirsə qayda qanunları onun hakimiyyətdən uzaqlaşdırırdılar. Xristian dini qəbul olundan sonra kilsə hakimiyyətin Tanrı tərəfindən verilməsi iddiasını irəli sürdü. Mətnə əsasən hansı nəticəyə gəlmək olar? Bax, suala diqqət edirik. Deyir ki, kralın hakimiyyəti yazılı qanunlarla məhdudlaşır. Bu səhvdir. Niyə? Elə burada bax işarələdi ki, adət-ənənələrə əsaslanırdı Germanların qayda qanunları. Romadan bu fərqi idi. Romada hər şey qayda qanundan gedirdi, yazılı sənədlər əsasındaydı. Germanlarda hər şey adət-ənənələr, keçmişdən gələn adət-ənənələrə əsaslanırdı. Bir getdi. Zamanla hakimiyyətin mənbəyi dəyişdi. Düzdür, xristianlıq qəbul olundu. Artıq yavaş-yavaş German adət-ənənələri birləşdi. Yeni bir cəmiyyət ortaya çıxdı. Kral qeyri-məhdud hakimiyyətə sahib idi. Əgər qeyri-məhdud hakimiyyətə sahib idisə, o zaman necə olurdu ki, o əgər hansısa qarşıya qoyunları yerinə yetirməzsə, hakimiyyətdən uzaqlaşdırırlar. Belə bir cümlə yazır burada. Bu qeyri-məhdud sayılmır artıq. Roma imperiyasının ərazisində xristian dininin qəbul olunmasına nail olundu. Roma imperiyası ərazisində yox, Frank ərazisində artıq olacaq. Çünki 500-dən artıq dövlət yaranıb Frank dövləti. 6-cı əsrdə xristian dini qəbul olunub. Bu doğrudan səhvdir. Yalnız 2, yəni A variantı idi cavab var. 32-də 11-15 intibah mədəniyyətinə aid uyğunluğu soruşur. Deyir ki, xalqların böyük köçü. Böyük köç 4-7-ci əsrlərə əhatə edib, düzdürmü? Amma Avropada intibah 14-dən 17. Bu da deməli bu getdi. Bu getdi səhvdir. İtaliyada mədəniyyət yüksəlişi Roma yox, Florensiya idi intibah mədəniyyəti mərkəzi olan. Xüsusi savadlı adamlara ehtiyac artdı, düzdür, ziyalı təbəqəsi meydana gəldi. Burada tam olaraq yadda qalmayıb deyəsən sual. Roma və şərq üslubunda binaların tikilməsi. Burada bir qutlarla bağlı belə bir şey var idi, qut memarlığı ilə bağlı. Amma yenə də bu səhv idi də. Beton ixtira olundu Romadaydı, qut memarlıq üslubunda binaların inşa olunmağa başlanması. Beton Romadaydı, amma qut memarlığı 12-ci əsrdən sonradır. Bu səhvdir yəni. Heç nə, uyğunluğu müəyyən eləyən deyirdi, cavabımız yalnız 3-dür. A variantı idi. İki çay arasında əvvəllər suni suvarma kanalları uğrunda başlanan müharibələr, sonra hakimiyyət uğrunda mübarizəyə çevriləcək. Müharibələrdə əsas məqsəd iki çay arasına sahib olmaq idi. Belə ki, loqallar zamanla elnisi vəzifələrini ələ keçirir, hakimiyyətə öz övladlarını ötürürdülər. Mətn əsasən hansı nəticəyə gəlmək olar? Deməli, elnisi vəzifəsini ələ keçirirsə, artıq bu dövrdə idarəçilik dəyişir də deməli. Bu da hakimiyyətin bir şəxsinin əlində cəmləşməsi monarxiyadır. Deməli, biri götürdük. Kahinlər müharibə nəticəsindən varlanmadı. Kahinlərin vəzifələri də elə loqallər tərəfindən sonradan ələ keçiriləcək. Enensi vəzifələr yəni. Xalq idarəsi yalnız bir sürələrin əlində cəmləşəcək. Dedik axı burada monarxiya idarəsi oydu artıq. Hakimiyyətin mənbəyi xalq elə əvvəldən bu belə idi zaten. Xalq yığıncağında hər şey müzakirə olunurdu. Sonraki dövrlərdə artıq vəziyyət dəyişəcək. Bir də 3-lü cavabımız olacaq. 33-də A variantı. Deyir, Şimali Azərbaycanda sahibkar kəndlərinin mükəlləfiyyət daşıdığı dövr, hansı dövrdür bu? 1870-dən 1913-ə qədər, necə də göyçək yazdım, 1913-ə qədər olan dövrdür. Aha, mükəlləfiyyət daşıdığı bu dövrə aid deyil, ha deyir. Dövlət kəndləri pay torpağını satın alma hüququ qazandı. Elə bu başdan səhvdir, niyə? Bu dövrdə ümumiyyətlə Çar Rusiyası dağılana qədər dövlət kəndisi pay torpağını satın ala bilmədi. Xüsusi torpaq mülkiyyəti ola bilmədi. Kitab cümləsidir bu. Yelizavet Padşahda qeyri-məhdud şəhər idarəsi deməli, tətbiqi qeyri-məhdud yəni tam deməkdir də. Düzdür, 90-a aiddir. 1890-cı ilə var da, yəni bu. Bu aiddir. Neftli torpaqların hərrac yolu ilə ilk dəfə satışı 1870-də iltizam ləğvi ilə olacaq. Yəni bu da aiddir. İlk dəfə İrəvanda, Bakıda şəhər idarə etməsi 78-də idi. Bu da aiddir. Müstəmləkə siyasətinə xas bir tərəfliyin aradan qaldırılması. Bu da həmçinin bu dövrə aiddir. 1900-cü illərdə o Tağıyevin Toxuzluq fabriki ilə deyirik buna da. Cavabımız oldu hansı? A variantı. Gedək. 35-də. Deyir, 2-ci Dünya müharibəsinə aid uyğunluğu müəyyən eləyin. Bu sualda səhvlik var. Bunun qabaqdan deyim, bu sualda səhvlik var. Tam olaraq yəni belə deyil. SSR və ABŞ hərbi əməliyyatlar aparmışdı 2 və 4. Deyir ki, 2-də Fransada, bir də İtaliyada necə əsrdir bu? Bu səhvdir başdan. 41-də ərazisi faşistlər tərəfindən azad olunması, faşistlər tərəfindən, Fransanın ərazisi faşistlər tərəfindən azad olunub, bir də İtaliyanın ərazisi yox. Elə bu da başdan səhvdir. İtaliyanın necə əsrdir? Üslər paktına qoşulmuşdur, 3-ü göstərir. Daha doğrusu Üslər paktına qoşulmuşdur, 1-dən 5-i göstərir. Dedi ki, SSR Üslər paktına qoşulmadı da müəyyən
cüzə şəhzadlar istədi. Bunlar da razı olmadı deyə 40-cı ildə sentyabrında olan Üstəl Paktda bu daxil olmadı. Yəni üstə səhvdir. Faşist qoşunlarından əraziləri təmizləndi. Bunun ili var idi, 44-də idi bu. Belə yazılmışdı. İtaliya faşist qoşunlarının biri göstərir, Rusu, SSR-in daha doğrusu. Düzdür 44-də. Bir də haranı göstərir? İçini Fransanı göstərir. Üçü düz götürürük. Üç düz idi. Bir də Yunanistan Yugoslaviyanın işğal olunması. Bu da 41-ci ilə aid idi. İtaliya Almaniyaya aid idi. 3-dən 4 düzdür. Burada cavab 4-dən 5 olacaq. Səhv qoyulub da nəsə cavab yoxdur. 4, bir də 5 olmalıdır cavab. Gələk 36-cı suala. Birinci Rus Qacar, ikinci Rus Qacar oxşar və yalnız birinə aid xüsusiyyətləri soruşur. Qarabağlı Qacar ordusunun Ruslara qarşı bircə mübarizə aparması. Burada əslində Qarabağ xanlığı yazmışdı. Bax, burada xanlığı yazmayıblar. Orada götürə bilməzdik hərçisinə oxşar cəhət. Çünki Qarabağ xanlığı 23-dən ləğv olunub və 26 ikinci Rus Qacar başlayıbdı. Yəni bir səhvdir. İrəvan hərçisində də mühasirəyə alınıb. 1808 birinci Rus Qacarda, 1827 ikinci Rus Qacar. Bakı və Gəncə xan hakimiyyətinin bərpa olması da həmçinin oxşar cəhət olanmaz. Yalnız birinə aid xüsusiyyət Bakı, Şuşanın azad olunması. Dedi ki, Bakı idi, Şuşa idi, Quba və Dərbənd xanlıq qalaları idi ki, bunlar Ruslardan azad oluna bilmədi ikinci Rus Qacarda. Yəni aid deyil. Plus da birinci Rus Qacarda da belə bir şey yox idi. Ona görə səhvdir. Ərazisində üsyanların baş verməsi bu hər ikisinə də aiddir. Bizə nə deyir? Yalnız birinə aid olanı soruşur. Bu da getdi. Lənkəranda xan hakimiyyətinin bərpa olunması da ki, ikinci Rus Qacarda var. Yəni yalnız birinə aiddir. Birinci Rus Qacarda belə bir şeydən danışmamışdıq. Plus da ki, birinci Rus Qacarda xan hakimiyyəti yerində idi. Gələk 37-ci suala. Srezda konferansına iştirak edən dövlətlərin 20-ci əsrin 30-cu illərinə aid. Bunun çox asan qaydası var. Srezdada demişik, İngiltərədə Fransadır. Bir də İtaliya idi, düzdürmü? Burada İngiltərəni verib. İtaliyanı verib, Fransanı verməyib. Yəni 1 ilə 4-ə aid olanları tapmalıyıq. Belə olan halda cavabları çıxırıq. 4 yoxdur çünki burada. 1 yoxdur. Burada 5 var, lazım deyil. 1 yoxdur, 4 yoxdur. Cavabımız elə oldu, nə? C variantı. Deməli, İngiltərəyə aid Efiopiyanın işğalının mislənməsi. Çünki İtaliya 35-36-cı ildə belə deyək. Efiopiyanı tutanda onu pisləmişdi Fransa ilə bərabər. Pilostacı İtaliyadakı 32-ci ildə Liviyada azadlıq müharibəsi olur. Onu yatırır. Hətta orada kimya silahlardan da istifadə eləmişdi. Yəni 1 oldu, 5 oldu. Daha doğrusu 1 oldu, 4 oldu. Gələk 35-ci. Bu neçənci sualda? 38-ci sualda. Uyğunluq gözlənilmişdir. Neftçilərin ümumi tədil və hərəkatı şah hakimiyyətinə zərbə vuruldu. İran İslam inqilabının taleyi həll olundu. Bəli, elə cavabımız A variantıymış. 78-də də 29 bəhmən üsyanı qələbə qazandı. Biz demişik ki, qələbə qazanmadı üsyan. Üsyan məğlub olmuşdu. Amma ilk zərbəni bəli vurmuşdu. 45-də inqilab qələbə çaldı. Cənubi Azərbaycan Konstitusiya deyə bir şey yox idi 45-də. Ağ inqilab nəticəsində kəndlərin əksəriyyəti torpaqdan məhrum olmadı. Əksinə 80% torpaq sahibi olmuşdu. Amma fermer təsərrüfatı olmamışdı, yəni yaradılmamışdı. Deyim, milli hökuməti yarandı, icra edici orqan fəaliyyət dayandırdı. Belə bir şey də yox idi. Deməli, 39-da. Bir dəqiqə. Abbasilər xilafətinə aid deyil. Demişik ki, 750-dən hakimiyyətə gəldi Abbasilər. 1258-ə qədər də hakimiyyətdə oldu, düzdürmü? İkinci Göytürkün varlığına 744-də qoyulub. Bunun tərsinə düşmür, elə cavab aymış. Sadıq Boğuranın İslam dinini qəbul etməsi 932-dədir, düzdürmü? Bu da onun tərsinə düşdü. Bu getdi. Sultan Mahmud Xorasan Xarəzmi 999-da ələ keçirdi. Samanilərin süqutundan sonra parçalanma dövründə və tərkibinə düşür getdi. Bağdada ələ keçirməsi Səlcuqlara 1055 getdi. Tərkibinə düşür. Ordu sıralarında hakimiyyətin türk sərkərdələrinin əlində olması 9-un ortalarına aiddir. Bu da düşür tərkibinə, bu da getdi. Cavabımız A variantı və son olaraq 40-cı suala diqqət edirik. 6-cı əsrin əvvəli, deməli bizə Solon islahatı lazımdır. Çünki borc köləliyinin ləğv məsələsini qeyd edilir. Attikanın bütün əhalisi olanmaz. Bütün əhalisi olsa, ora qullar da aid olar. Biz də nə deyirik? Siyasi vəzifəyə kimlər seçilə bilərdi? Attikanın əmlaşı olan, əmlaşı əsasən müəyyən olur da, bütün vətəndaşları. Deməli, bir getdi. Taxıl və zəruri ərzaq məhsullarının xarici aparılması qadağan olundu. Bəli, bu Solon islahatında qeyd olunmuşdu. Hüquq və vəzifələri onların əmlaklarına uyğun müəyyən olması vətəndaşların. Bu da doğrudur. Strategilər altın sonlarından seçilir, əvvəllərindən yox. Yəni, altın əvvəllərinə Solon olur. Solon islahatından sonra bir tiranlıq yaranır altın əvvəlləri, ardınca. Altın sonlarında üsyan oldu, tiranlıq devrilir. Daha sonra demokratiyaya əsas qoyulur. Yəni, altın əvvəllərində xalqınca hakimiyyət başlayır. Burada da oldu cavabımız hansılar? 2 və 3 C variantı.